Sənə 100 dəfə demişəm ki, mənim əsəbimlə oynama. Mama ne olur. Dedim oynama. Dedim eləmə. Saçım da çıxdı başımdan. Deməmişəm sənə, hə? Deməmişəm həm əsəblərini oynama, hə? Mama ne olur vurma. Zarıma. Pis köpək oğlu, zarıma. Yandırır. Niyə müəllim səndən yığıb şikayət edir mənə, hə? Müəllim səndən niyə yığıb şikayət edir mənə, hə? Bax, sən Az nəzakət. Salam bazı necəsən? Ay qız, neyirsən, oğlu bütülüyürsən? Ay qız, Mətanət, xoş gəlmişsən. Gəl, geç içəri bacı, gəl. Neyirsən? Narahat eləmədim. Ay qız, yo, nə narahatsızlıq. Oğlum da dəcəlli edir. Nəsihət verdim ona, hə? Hə, maşallah. Salam oğlum, salam necəsən? Sağ nəzakət xala. Sən get otağına, get otağında oyna, sonra mən səninlə danışdım. Get. Gedirəm. Ay qız, bir dənə keks pişirmişəm. Gəl otur verim sənə. Vallahi ye ağzından köpüyü gəlsin. O qədər dadlıdır. Bəs sənin əllərin qızıldı da. Ay qız, mənə bax, özü də bunları ütü ilə döyəndə düzəlmir. Mən evdəkini atıram paltarıya, maşına 80 dərəcədə fırladıram, özünə gəlir.